Allah Teala hər birinizdən razı olsun. Bilirsiniz ki, bugün mərhum Arif müəllimin anım mərasiminə cəm olmuşuq. Allah Teala'dan Arif müəllimə rəhmət edirik. Bilirsiniz ki, bir də tək Arif yox, ümumiyyətlə Azərbaycanın azadlığı uğrunda şəhid olan qardaşlarımızın, bacılarımızın ruhuna hörmət xatirinə Quran-ı Kərimdən bir surə oxuyardı. Allah sizləri qardaşlıqda əski eləməsin. Allah Arif müəllimin ruhunu şad eləsin. Cümlədən şəhidlərimizin ruhunu şad eləsin. Əziz və hörmətli mərasim iştirakçıları, xanımlar və bəylər, bugün biz bir yurttaşımızın, gözəl dostumuzun həyatı ağrılı, azılı, müəyyən mənada həm də şirinli xatirələr dolu olan gözəl insan, hər şeydən əvvəl yaxşı dost, yaxşı vətənpərvər bir şəxsiyyət, gözəl müəllim, gözəl hüquqşünas, bunların köklüyündən də çox gözəl bir insanın xatirə gününə toplanmışıq. Bu insan bizim dostumuz Arif Ağayev Qurbanoğludur. Arif bəyin illər boyu, illər uzun ürəyində daşıdığı və nəhayət ürəyindən kağız üzərinə köçərək bir kitab şəklində bizlərə ərmağan qoyub getdiyi bir kitabın təqdimatıdır. Arif bəy kimdir? Arif bəy mənim üçün bəlkə də şagird olaraq qalsa da, sonradan bir dosta, bir əqidadaşa, bir vətənpərvər övlada sevilmiş bir şəxsiyyətdir. Arif bəyin həyat yoluna, həyat hekayəsinə baxsaq, doğrudan da onun həyatı yüksək səviyyədə, vətəninə, elinə, obasına bağlı olan bir şəxsiyyət kimi formalaşdığını biz onu görürük. Həm də o şəxsiyyət olaraq kimsənin yanında xəcaləti olmayan, vicdanı önündə həmişə üzar olan, adamlar yanında gözü, könlü tox olan bir övladır. Bugün Arif bəy bizim yanımızdadır. Allah Teala Arif bəy və onun simasında bütün vətənpərvər övladlarımıza, şəhidlərimizə rəhmət eləsin, qazilərimizə və yaralılarımıza şəfa versin, qalan bütün vətənsevərlər, onun dostlarına Allah Teala uzun ömür, ağrısız bir ömür, şərafətli, ləyaqətli bir ömür qismət eləsin. Arif bəy təqdim elədiyimiz bu kitab, yəqin ki, siz onu ortamının yanında vardı, görür. O, uzun illər, təqribən 30 ildən, 40 ildən çox mübarizə meydanında fəaliyyət göstərən, qəhrəmanlıq göstərən bir xatirələrin təcəssüdür. Bugün Arif bəy aramızda olmasa da belə bir el deyimi var ki, insan o zaman unudulur ki, o unudulur, yada salınmaz. Arif bəy daim bizim yanımızda olacaq. Buna görə də mən istəyirəm ki, Arif bəy onun keçdiyi yol haqqında demək, ailəsinin üzvü qızı Dilfuza xanım öz atası haqqında öz ürək sözlərini, xatirələrini danışsın, sonradan yenidən mərasim davam etdirmiş. Əziz qonaqlar və dəyərli döyüş yoldaşlar, hər birinizi salamlayın və bu anlamlı günü təşkil etdiyi üçün Fərəz bəyə xüsusi təşəkkürümü bildirirəm. Bugün burada dayanmaq mənim üçün asan deyil. Çünki mən bura vücudən gəlmişəm. Amma ruhən və qəlbən hələ də o xəstəxananın bir küncündə oturub qalmışım. Evə getmək istəmirəm. Çünki mən atamı elə son dəfə orada görmüşəm.
son söhbətimiz belə orada oldu. Çünki ondan sonra o artıq tamam başqa bir insan idi. Gözlərindəki baxış atamın baxışı deyil. Mən onda başa düşdüm ki, sən demə, mən elə atamı orada itirmişəm. Mən elə qayıdıb o anları yaşamağı, o soyuq torpağın altında yatanı atam oldu, o da inanmaq istəmirəm. Bilirəm, siz də inanmırsınız. Çünki bu adam yaraşmır axı olaraq. Mən elə möcüzə istəyirəm ki, hamı itirdiyini axtara bilsin. Mən elə möcüzə istəyirəm ki, atamı geriyə qaytara bilsin. Bir vaxt gözlərimə görsənən atam, indi gözlərimdən gəlmədi. Elə bir ölüm bilirmiş kimi gəldi, sağoldaşdı, getdi. Gəlmədi. Əzəl baxımda gəlməz bilirdim. Bütün qəhrəmanlar yalan oldular. Mən axı atamı ölməz bilirdim. Bugün mənim üçün bir-birinə zidd olan iki duyğunun yaslı qürurun ikisi dayanıqlı bir gündür. Bugün həm atamın bizə miras qoyduğu soyuqda donmuş tarix kitabının təqdimatı, həm də bu əzəl ruhun anım gündür. Və bugün mən bura yalnız atamın səsi və vətənimin bir övladı olaraq gəlmişim. Həyatı boyu göstərdiyi təvəkküllığa baxmayaraq, atamın ruhuna borclu olduğum sözlər var. Bu sözlər həm onun ruhuna, həm də onun qəlbini titrədən vətən sevgisinə həsr olunur. Atam, adını uzatmayan, yalnız əməlini uzatmayan bir insan. Atam müəllim idi, polis idi, vəkil idi. Və ən önəmlisi, o bir insan idi. Hansı ki, hər qapıdan keçəndə arxasında yaxşılıq, dua və hörmət qoyub gedərdi. Əlində güc olanda zəifi əzməyən, zəif anında isə əsla əyilməyən bir insan. Ona barışdıran vəkil, haqsızlığa uğrayanların dayağı, yoxsulun səsi deyirlər. Çünki o hər addımında əvvəla Allahın rızasını nəzərə alırdı. Ağrılarla mübarizə apararkən belə imanı zərrə qədər titrəmirdi. Allahın ona verdiyi ruzinin bir qismini daim ehtiyacı olanlara verir. Özü sadə yaşadı. Amma başqalarının həyatını gözəlləşdirdi. Onun sadəliyi də, təvəzzökarlığı da tarixə öz möhrünü vurur. Oğlu olmadı. Amma dörd qızını Allahın ona verdiyi dörd inci kimi görür. Və əsl Azərbaycan qızı kimi imanlı, əxlaqlı, mərd yetişdirməyə çalışan bir otaqda. Oğlan nəvələrinin də özü kimi böyüyüb, qoçaq, igid, elmi olmasına dayalı olmasını arzulayırdı. Onların səsi, gülüşü, baxışı ilə qəlbinə işıq salacağı günü gözləyirdi. Amma qismət olmadı. Allahın yazdığı qismətdən qaçmalı olur. Bunun əvvəlində qismət, onun ruhunu böyüdədək bu kitabı yazmaq olacaq. Atam bu kitabda özündən çox yazmıyor. Amma özü bu kitabın içindədir. Çünki onun üçün igidlik sükut idi. Əməllə, Allah üçün, vətən üçün edilən xidmət idi. Soyuqda donmuş tarix. Yalnız bir kitab deyil. Bu yalnız bir hadisənin sənədləşməsi deyil. Dolmuş zirvələrdə istənən qəlblərin, soyuğa meydan okuyan yurt sevgisi və 25 fədainin əqidə yolunda addımladığı gerçək bir tarixdir. Bu kitabda bir qədər Koroğlu əsərisi də hiss olunur. Niyə məhz Koroğlu? Çünki hər iki dastanın qəhrəmanları
eyni misyan, eyni amal uğrunda mübarizə apardılar. Məncə onlar bu bənzətməyə layiqdir. Çünki hər iki dastanın qəhrəmanları cəsarətdə, hünərdə və qoçaqlıqda heç də Koroğlunun əllərindən geri qalmıyor. 1991-ci ilin təqdişində Ordubadın əlçatmaz soyuq zirvəsinə tərəf addımlayan o ikliklər. Onlar bir yol getmirdi. Onlar gələcəyimizi daşıyırdı. Onların ayaqları qara ilişir, nəfəs yollarında şaşqat dondururdu. Amma qəhvəndəki vətən sevgisi heç zaman dolurdu. Onlara güc verən fərəc Suriyə və yurdukları inan, yurdun taleyə qarşısında daşıdıqları məsuliyyət idi. Bu kitab o mübarizənin bir abidəsidir və bu abidəni yaradan mənim atam idi. Burada əsas vurgulamaq istədiyim daha bir həqiqət var. Bu kitab təkcə keçmişi danışmaq üçün yazılır, unutturmasın. Bu məqsədlə ağrı içində olsa belə qələmi yerə qoymur. Gecə gündüz çalışdı ki, kitab dekabrın 17-sinə, yəni soyuq hadisələrinin il döndüyünə qədər yetişsin. Onun arzusu reallaşdı, amma bu günü görmək ona qismət olmadı. O bu dünyadan gələnlər özü ilə yalnız halallığını apardı. Amma özündən sonra gələn nəslə bir yol, bir iz, bir miras bıraktı. Bu kitab həmin mirasdır. Və bir şeyi xüsusi vurgulamaq istəyirəm. Bu qəhrəmanlar nə edirlərsə, hamısını vətən üçün, xalq üçün edirlər. Atam da başda olmaqla, onların heç biri atsan üçün, siyasi mövqe üçün və ya hər hansı bir təmənna naminə bu yolu getməyirlər. Onların sadə yaşayışı, təmiz mövqeyi, təmənnasız xidmətini bunu açıq şəkildə göstərir. Bu kitabda heç bir siyasi iddianın, heç bir qarşıdurmanın adı yoxdur. Burada yalnız milli yadlar, milli qeyrət və vətənə sədaqətin ucalığı var. Çünki vətən torpaqdır, dövlət onun nəfəsidir, xalq isə onun ruhudur. Və bu ruhu yaşadanlar məhz bu kitabda adı çəkilən igidlərdir. Atam bu kitabı yalnız yazmadı. Bu kitabı yanmış, sınmış, amma yenilməmiş bir xalqın tarixini yaşatmaq üçün yarattı. Bugün onun ruhu burada, bu salonun hər detalında var. Və mən əminəm ki, bu bizi və bu hörməti görür. Və buradan yalnız bir söz deyir. Vətən sağ olsun. Bu kitab vətənin tarixidir. Bu çıxış isə bir qızı atasına salamıdır. Allah bütün şəhidlərimizə, qəhrəmanlarımıza və bu kitabın müəllifi olan mənim atama rəhmət etsin. Ruhları şad, məkanları cənnət olsun. Sizə isə bu böyük günü bizimlə görüşünüz üçün təşəkkür edirəm. Çox sağ olun. Məqamda Arif bəyin özünün müəyyən çıxışları vardı. Ona qulaq asaq, indi söhbətimizi davam edəyək. Soyuqdan belə, sədrətdən belə ermənilərlə qabaq-qabağa bütün döyüşlərdə vuruşan, Allah Teala sağ-salamatlıqları bu günə gətirib yetişdirən Arif bəyə sözləmək istəyir. Sənəcə baxsın ki, öncədir, mən qismətini boğacaq. Talibə qədər ənəm olursa olursa, mən talibə bir öyle razı olmam. Mənə ruhuma ləzzət verir. Soğuk cəzərası verir, mən xarakterən tərbiyələn və suğuya. Ona görə bu işdə bu qənəmətdir. Məmləkətimizin hansı yanında olması, Doğuş Həmlik Müsat olanda çox sevindiricidir. Çünki deməli, Qul varsa, Müsat varsa, Şəhərlik varsa, Azərə dökülüş adını mən belə sevindirəm. Bunu
alkışları, ünvanını değişik sürenin alkışları değişmesin neylesin? Bakın dünya kurarır, kulede dövren, kulede gelmiş, tatlıların üstüne boşanlar göndermiş, dünya binalarından her şey değişermiş, değişmesin neylesin? Bakın dünya kurarır, ebedi benim dünyada, ebedi sanmadım, bir ateşe tutuştum, bir ateşe yanmadım, büyükler geldi ve gitti, hepsine inanmadım, niye inanmalıyım? Bakın dünya kurarır, birbirinden duyguya biraz fırlansa da, bir bulanın bülbülü bin bulana bulsa da, aylar, iller, fasiller birbirine dansa da, değişmez yani davet, çok da dünya kurarır. Hərəs də öz xatirələrini bir dost kimi, bir silahdaş kimi gördüklərini bizlərlə bölüşsünüz. Allah kardeşime kendi evrenin arkasından kardeş bahçesine teşekkür ediyorum. Sen burada ulusal bir çıkış elemedin. Vatana layık, gururlu bir millet çıkış. Tarih Bey'imizi bundan başka bir şey lazım. Başka bir şey gözler. Aslında bütün insanlar situasiyalarda, müəyyən şərətlərdə mən kiməm sualının cavabını tapdılar, özü üçün. Həm də kənardakı adamlar da sən kimsən sualının cavabını tapdılar. Arif bəy o situasiyalarda özünü təsdiq edən və mən kiməm sualının cavabını tapdı və cəmiyyətdə də o kim sualının kimi cavabını təqdim edir. Əvvəllər igidlərə adı əməllərinə görə verərlər. Dədə Qorqud filmində Qazan Xanat vermə mərasimi tapıldı. Bir əməldən sonra atılmadan verərdir. O situasiyalarda, vətənin döyüşçü istədiyi situasiyalarda, vətəndaş istədiyi, qanını, canını, əməyini ortaya qoymaq istədiyi situasiyalarda bəziləri kürsüdə, uzaqda gizlənib bizə azadlığı verdilər, müstəqilliyi verdilər, dövlət bütövlüyünü verdilər, ərazi bütövlüyünü verdilər deyənlər anlamalıdırlar ki, onları Arif bəyləri qazandılar. Onları Cəbrayıl bəylər, Lərman bəylər, Sərdar bəylər, Hüsnü bəylər qazandılar. Adlarını çəkmədiyim, burada iştirak edən və eləməyən dostlarım qazandılar. Biz döyüş yoldaşları olaraq bərabər bugün də bərabər döyüş yoldaşları. Məni komandir kimi təqdim edən müəllimə təşəkkür edirəm, amma iş bölgümüz var. Mən hələ qədirəcəyim. Cəbrayıl vur deyəndə vuran, Arif hər şeyi qoruyan, Sərdar o şərəfləri qoruyan, Həmzə, Hüsnü, Musa bəylər gecə-gündüz Güney Azərbaycandan Əlyanır xalqında silah daşıyan, nə bilim adlarını çəkmədiyim buradakı kişilər, müxtəlif işlər görən adamlar bu işi görürdülər. Arif bəy də onlardan birisiydi. Onun missiyası sona qədər davam elədi. Hər kəsin bir missiyası var, buna alın yazısı deyilər Türklər. İnsan bir alın yazısıyla dünyaya gəldi və missiyasını yerinə yetirib geri qayıdır. Mən missiya kitabında bir ifadə işləmişdim ki, insan bu dünyaya gəndə Allah Taala tərəfindən ona bir missiya verilir və dənizçiyə oxşatmışdım. Dənizə gəldi bir dəniz balxarında ki, çıxandan sonra gəldirsən, gülərlə, insanda cismi olur. Missiyasını yerinə yetirdən sonra cismini burada qoyub, haqq dünyasına, əbədi olan yerinə qayıdır. Bəşər övladı hamımız dünyamızı dəyişməyə yazdım almamızı. Heç bir dünyanın tutub durmuyoruz. Amma halifinnah eyləndiyi məsələ var. Ölümündən sonra yaşanır. İnsan zaten istəsə də, istəməsə də yaşamaq məcburiyyətdir. Quranda yazılır ki, Allah'ın izni olmadan bir yapmaq da budağından düşə bilməz. İstəsən də ölə bilərsin. Amma bu dünyada nə tür yaşayırsan, əbədi yaşamağı necə qazanırsın? Arif bəy və onun kimlər əbədi yaşar insanlardır. Nə qədər ki bu tarix olacaq, nə qədər ki bu millət olacaq, nə qədər ki bu dövlət olacaq, Arif bəy olacaq. Əbədi yaşarlıq odur. Cismən yaşamaq hər birimiz dünyamızı təbii ki dəyişəcək. Siz Arif bəyin bəlkə bəziləri həyatının son günlərində o qədər görmüyoruz. Mən daha çox kontaktda olurdum, görüşürdük. Bilirsiniz, adam son nəfəsə qədər görüşən samuraydı.
məhz son nəfəsə qədər döyüşdür. O ağrı, o əzab, əziyyətin içərisində yaratdığı tarixi yazır. Mən yaxşı mənada tərcüməlidir, mən başa düşə bilmirdim, insan nə qədər güclü iradiyə almışdır. Adam ağrının, əzabın, kimyoterapiya hadisəsindən çıxan bir adam, mən hesab həkiməm onun nə olduğunu bilirəm. O, yaratdığı tarixi yazır. Bu kitabda tarixi bizim fəaliyyətimizin %1 yoxdur. Bax, soruşuram burada Nərman da iştirak edir. Sizin güney xatirələriniz, evin eşini atıb güneydə qalmışsın, həbsxanalarında yatdın. Buzlu sularda burada Sərdar bəy görəm, Zərrali bəy görəm. Musa yoxdur, o başqaları həyatını riskə qoyub oradan silah, sırsa keçirib millət əliyyə al qoymuyorsunuz. Var mı burada? Yoxdur. Yazacaqsınız. O sərnamələr yazılmalıdır. Zərrali bəy rəhmətli mədətlə bir yerdə mənim tapşırımla o vaxtları Ermənistan-Azərbaycan arasındakı körpünü batırmaq üçün Rus əskərinin 50 metrliyində ilklə körpü altına sallaşıb, körpü altına dinamik bağlayıblar. Bunlar canlı əfsanələrdir. Yazılıb mı? Yoxdur. Kamran bəy burada işləkir. Başqa dostlarımız, Rus zabitləri Ordumat stansiyasında partlar üçün huzurlar yapmışdır, sizce de onu saklamışdır. Var mı orada? Yoxdur. Yazın olmalı. Və yaxud da dünyada analog olmayan, keçmiş postsovet məkanı yox, dünyada analog olmayan hadisə baş verdi. Gəncədən 2 çobanımızı öldürdülər, oyun sürücü apardılar. SSR-nin qatarını, Yerevan qatarını saxlayıb, qoyunlarımızın əvəzinə erməniləri götürüb qoyunla baş-başa dəyişən igidlərsiniz sizlər. Sizlər canlı əfsanələrsiniz. Dünyasını dəyişən qədətlər də, ariflər də həmsiniz. Ondan yazılıb mı? Yazılmalısınız. Gəncədən bir sakinimizi uğurlamışlar, yenə də Sərdar, Musa, Hüsnü, başqa dostlarımız, Nərman, Rusların zabitini texnikasına bir yerdə uğurladılar və onlar bizim Gəncəlini satmışlar, onu dəyişdilər və dəyişsin verib dəyişdilər. Üstadlar nə qədər xarş eləsinlər də biz ondan üzləşdirləmir. Xarxat döyüşlərində ayaq üstə, düşmə üstə gedən etibar verdiler. Sonra gedən Azər bəy Azər xüsusi təyinatlı dəstələrimizin üzvüydü. Bütün Rusların təşkil olunması əməliyyatlarında iştirak edən kişi. Yazılır mı bu kitabda? Xeyr, burada yoxdur, onları yazacaqsınız. Kim şey düşünürsə, burada çox şey yazılır, xeyr, az şey yazılır. Bu insanların qədrini bilin. Bu insanlar, bu müstəqilliyi doğan kişidir. Biz soyuq ərazini götürəndə, ki orada Avqustda da Qarabağ Dekabrın 7-sində biz ona götürdük. Ona bir vaxtlar ermənilərə verilmiş ərazidir. Faktik olarak biz Ermənistan'dan bir işlədə ərazi tutan adamlardır. Orada Ermənistan ərazisi. Və Rus hərbi hissəsi orada yerləşmişdir. Bu adamların möhtəşəm qələbələrini saymaqla tutarmaz. Amma bunların hamısını yazmaq lazımdır. Tarixi Arif bəy kitabında yazır. Türk tarix beraber tarih yazır. Yazmaq lazım. Yazmıyor da biyografiyanı okurlar. O biyografiyanı göre yazmırsan ki, o insanların ona ihtiyaç yoktur ki. Arif bəy dünyasını dəyişir ki. Onun fizikal mənada ona ihtiyaç yoktur. O millete bir yol gösterir. Ki belə yaşamaq lazımdır. O adam yadda qalır ki, millete xidmət edir, örnek verir, mayak göstərir. Ona göre orada obrazlar yaranır, ona göre insanlara çağırış edir. Sərdar bəy, Musa bəy, Həmzə bəy, sənət qoşunlarından ilk zabitlərimizin, heç bir təhsil olmadan quş belə sərtdən keçilən sənətçilərimiz də onlar. Azərbaycanın ilk sərhət komissarlarında, komandanlarında. Baxlarında bir şey bilirsiniz mi? Bilmirsiniz. Yazın, o millət bilsin, tanısın, sizin kim olsunlar. Siz milletin örnek kişilərsiniz. Mən fəxr edirəm ki, sizin kimi dostlarım var. Döyüş yoldaşlarım var. Bu milletin azadlığında xidmətlərimiz var, xidmətlərimiz var. Bugün biz Arif bəy burada anmaqla müstəqilliyə və ərazi tövbədinin ağır yolu bir dairəsi var. Bir daha bu müstəqilliyi qorumaq, bu dövləti qorumaq üçün səfərbər olmağı düşünür. Bu insanlar bu dövləti milli azadlıq hərəkatında, meydanlarda Rus yolundan qurtaran kişilərdir. O meydanlarda çapışan kişilər, mənlə bərabər çelişkili olan kişilər burada otururlar, burada olmayanlar vardır. Milli azadlıq hərəkatında Rus imperiyasına meydan oxuyan kişilər,
Sonra bu dövləti qurub, onu qurtaran, xilas edən və qoruyan kişilər. Sizin həyat yolunuz artıq sizin deyil. Bu tarix artıq Azərbaycanın tarixidir. Su içənin, yol gedənin də deyirlər. Siz bu tarixi yaratdınız və sizə bir də yazmağınızı xahiş edirəm. Mən təbii ki, hisslərim orada qarşıdır ki, burada çox danışılır. Danışmadığım xeyli məsələlər var danışılır. Amma ehtiyac görmürəm. Biz hadisələrin çox hissəsini bir yerdə yaşamışıq. Çin-Çinə o dağlardan keçmişik. Mənim əqidə qardaşlarım, mənim biyoloji qohumlarımdan mənə 100 dəfə yaxındılar. Mənim biyoloji qohumlarımdan bəlkə heç biri mənə canını fəda verməzdi. Arif və mən dəfələrlə döyüş epizodları oldu ki, biz Azərbaycan arasını götürəndə Rus sərhədçisi məni güllələmək istəyən, avtomatla güllələmək istəyən dartmayı sinəsini qabağa verirdi və təsadüf nəticəsində o zatvorun bağlı olmuşlar da bilmədi, amma Arifin təşkil edib, tamamladı orada Cəbrən və orada başqa dostların işləki verməklərdə. Canını mənə düşünmədən qurban verməyə bacarandı. Bir bölüm sanmışdır, rahatsızca deyil. Burada mən onun qalmamasını xahiş elədim, o sırf məni biraz niyət belə. Orada başqa bir hərəkət olmuşdu, ermənilər biz atanda və yenə həmin anda da pulemiyet qabağına özünü atmışdı ki, mənə görə edilməsin. Söhbət məni qorumaqdan getmirdi. Əqidəsin, komandası, döyüş yoldaşı, əməliyyatı o da əməliyyat pozulmamalıydı. Sonra gedəndə qabaqda Müdürət bəylər Azərbaycana qədər o qarı sinələri ilə yara-yara getdilər. 17 kilometr yolu səhər saat 9'da çıxıb, axşam saat 9'da qədər 12 saat yol getdilər. Bəlkə oxşatması doğru olmayacaq. Hətta Rusların kitləri və yuvalarından bayraq çıxmamışdı. Zaporlar dolurdu. Burada hərbiçimiz bizim polkovnik iştirak edir, polkovnik Rasim Əliyev. Yarın silah yağdan olmadı, orada silahlar belə dolmuşdur. Cəbrayil bəy 3 nəfərlə burada daxil oldular içəridə Ruslar təşkil edilər. Bunlar möhtəşəm hadisələrdir. Bu Rus imperiyasının gözünü yurmaq deyil. Aynı 24'ünde bizdən bir həftə sonra həmin yer ermənilərə təhvil verməlidir. Ermənilər Farkatdan yollar çəkirlər, 4-cü təpə qədər yollar çəkirlər. Çünki yol Ordubaddan getdiyinə görə onlar alternativ yol çəkirlər. Əgər oraya yol çəkilsəydi, o zirvədən Mevli, Qafqan, Gorus, bütün Naxçıvan əli çəkiliyordu. Naxçıvan istədiklərə çıxıb boşaltma mümkünləri yaranlardı. Siz qəhrəmanlıq eləmişsiniz. Mənim burada xidmətim sadəcə əlaqələrdiniz kimi sizlərə bəzi məsləhətlər vermişəm. Mən də tək qalmıyorum, 5 olsun diye sizə qoşulub, sizdən döyüşlərə getmişəm. Siz bu əsərlərin qəhrəmanları. Mən sizə güvənməkdən səhv eləməmişim. Siz mənim qardaşlarımsınız. Arif Məhməd kişi çox ağırdır. Allah rəhmət eləsin. O bir qulaq kimi mənə elə yaraxır və onun keçdiyi həyat yolundan, qulağın suyundan gələcək nəsillər işlikcə daha çox qüvvətlənəcək, daha gözəl bir yol özlərmişini seçəcək. Və istəyirəm ki, bu mənada bayaq Fələsbə qeyd elədi, Arif bəyin yaxın dostları, məsləkdaşları soyuq yüksəkliyini alarkən birlikdə döyüşüklər. Bunlardan bir neçəsi bu məclisdə əyləşibdir. Və mən xahiş edirəm bəri başdan ki, kimin ürəyi istəsə, xahiş edirəm, mənə işarə eləsin. Heç işarə ediləməsin, gəlsin, özrə sözlərini desin. Bunlardan da biri də Cəbrayildir. Cəbrayil bəy, mən xahiş edirəm ki, öz ürə sözləri, xatirələri buradan görüşmüş deyişlər. Hamınızı salamlayıram. Bütün burada oturanların hamısı yaxın insanlardır. Hamısı Arifə yaxın, bizə yaxın, ailəmizə yaxın, qohum, qardaş, kənddən və bir də xüsusi olaraq təşəkkür eləmək istəyirəm. Naxçıvanın başqa bölgələrindən burada gəlmişdir ki, bizim keçmiş silahdaşlarımız, döyüş yoldaşlarımıza da təşəkkür edirəm. Arif haqqında danışanda sadəcə olaraq mən onu sanki yanında bir yer danışıram. Hələ ki, insana həqiqətən bir müddət sonra çatır. Bəzən adam
inanmaq istəmir. Sanki deyirsən, birdən bir şey olur, fikirlərsən, deyirsən, gedib özünə bu şikayət edəcəm məsələn. Sanki gedib alimlə nəsə hansısa bir söhbət edəcəm kimi elə bir hisslər yaşayırım hələ ki, yəni biraz bayaq Pərəz bəy gözəl bir misal verdi, həqiqətən Quran-ı Kərimdə Allah Teala buyurdu, yəni Allahın izni olmadan bir yarpaqda düşməz. Yəni əlbəttə ki, bu ölümdür, dünyaya gəlməkdir, bunlar hamısı Allahın bizim üçün yazdığı qədərlərdir, bunu hamımız yaşayacağıq. Birimiz bugün, birimiz sabah, bir gündə bəlkə bizim üçün toplanacaq bu camaat. Amma düşünürəm ki, bu cür toplanır, belə bir söhbət eləyəcəklərsə mən sabah görməyə hazırım. Yəni, Arif bəy üçün burada yaxın insanların bizimlə bir yerdə həm döyüş yolu keçmiş, həm də bu günləri yaxın olan insanların, yaxınların burada iştirak eləməyi çox gözəl bir haldır. Mən çox uzunsuluq eləmək istəmirəm, sadəcə orada onu demək istəyirəm ki, həqiqətən bir zamanlar var idi, bizim 20 yaşımız, 21 yaşımız var idi, bu hadisələr başlayan vaxtı. O zamanlar təzə-təzə biz öyrənirdik ki, bizim əslində millətimiz Türk millətidir. O məsələləri deyərkən bəzi insanlar az qardılar, insanı diri-diri yesinlər ki, Türk nədir filan belə. İndi Allah aşkır, həmin adamlar bizə Türklükdən dərs keçirlər. Yəni, millət zaman keçdikcə özünə qayıdır. Bir tərəfdən Rus imperiyası, bir tərəfdən bugünkü İran imperiyası. Belə iki dənə yüzlü bir imperiyanın hələ bu gün də həyatlarına hələ ki yaşayırlar. Elə güclü bir imperiyanın güclü vaxtlarında bir sərhəd hərəkatı keçirmək, yəni bu çox böyük bir dənə hərəkat idi həqiqətən. Amma bunlardan söhbət eləmək yox, sadəcə soyuq haqqında bir neçə kəlmə danışmaq istəyirəm. Burada soyuqda o yüksəkliyin alınmasına gedən və getməyən qardaşlarımız var, döyüş yoldaşlarımız var. Yəni onların hamısı bir təsadüf öldü ki, misal üçün deyək ki, o 25 nəfər getdi, başqa bir 25 nəfər də gedə bilərdi. Yəni ordu vaxtda da ehtiyac var idi, Bənəndə də getmək üçün ehtiyac var idi, ona görə hamı getmədi. Yəni burada deyək ki, misal üçün oturub deyək ki, Sərdardır, Nərmandır və s. dostlarımız, onlar deyək ki, soyuqda iştirak eləməkdir, Musadır deyək ki, kətdə olan uşaqlardır və ya rayonda olan, onlar iştirak eləmir, o elə bir şey deyil. Yəni orada sadəcə olaraq bölgə sistemi idi, onda əlbəttə ki, Pərəz bəy təşkil edildi o şeyləri ki, kimlər para getsin belə. Onda da bizim qismətimizə gəldi soyuğa getmək. Həqiqətən o çox önəmli bir zamanlama məsələsi var idi. Çox önəmli bir zamanlama. Çünki, məsələn, sonra soyuqdan gör nə qədər müddət sonra, təqribən ondan bir il sonra Xorxat döyüşü olanda, məsələn, orada iştirak edənlərdən də burada vardı. Yəni, orada onlar tərəfdən Xorxata gözəl bir yolları var idi, orada maşınları var idi, hərbi texnikaları var idi. Əgər, məsələn, soyuğun zamanlaması olmasaydı, soyuq yüksəkliyi əlbəttə ki, onlar ermənilərin ola bilərdi. O da Ordubad üçün yox, bütün Naxçıvan üçün böyük bir təhlükə idi. Yəni, soyuq üçün hər birimiz fəxrlə, sevə-sevə getmişik. Orada o yüksəklik bugün də Azərbaycan ordusunun əlindədir və Azərbaycanın həqiqətən bugün sahib olduğu çox önəmli. Bütün Qarabağ bölgəsi, Naxçıvan bölgəsi, hara baxsan, yəni soyuq yüksəklikləri bugün Azərbaycan ordusunun çox önəmsədiyi, Azərbaycanın çox vacib yüksəkliklərindən biridir. Onda iştirak elədiyimiz üçün fəxr edirəm. Və bir daha təksir edirəm, mən Ariflə həmişə fəxr eləmişəm həqiqətən. Arifi mən özümə sağ əl bilmişəm, Arifi mənə ürək bilmişəm, döyünən ürək bilmişəm. Bir gün biz bir-birimizə bəzən o vaxtlar kitab verirdik oxumaq üçün. Sərdarın da bəzi hadisələri yadına gəlir. Biraz Ariflə mən kitab oxumaq azadı çox istəyirdik həqiqətən. Elə ona görə Arif davam elədi də, yenə də o oxudu da. Biz bir-birimizə bəzi kitablar verdik, məsələn, ona bir kitab vermişdi. Gələk ki, Nihad Alsızın Bozqurda kitabı idi. Orada deyirdi ki, mən səni Gülşada bərbədirəm. Mən də vallahi sonra bir kitab düşmüşdü, indi bəlkə də
Arifçinin evlərində bəlkə də durur o kitab. Rəşid Pəhlivan haqqında bir kitab yazılmışdı. Yəqin buradakıların çoxu eşitdi. Rəşid Pəhlivanın elədiyi Azərbaycanın, yəni Rusların böyük bir dənə İvan Padurluları var. Azərbaycanın yox, Türk dünyasında həqiqətən sevə biləcəyi bir Rəşid Pəhlivan olubdu. Arifə mən o kitabı hədiyyə eləmişdim. Dedim ki, mən həmişə səni ona bənzərdim. Arif də elə bir pəhlivan idi həqiqətən. Mən başqa söyləyəcəm istəmirəm. Nəsə deyəcəyim sözlər də yadımdan çıxdı. Allah Arifə rəhmət eləsin, amma Arif kimlər ölmür. İnşallah biz də o cür olarıq. İnşallah sabah da ölsək, bir gün ölsək. Kaş ki şəhid olaydıq. Şəhidlik hər kişiyə nəsib olmur. O çətin bir dənə şərəfdir həqiqətən. Bizlərə nəsib olmuyor. Azərbaycanın bütün 1-ci Qarabağ, 2-ci Qarabağ müharibəsində iştirak edən, şəhid olan, şəhid olmayan, qazi olan, qazi olmayan, döyüş ruhlu bütün övladlarına, dünyasını dəyişmişlərinə Allahdan rəhmət eləyirəm. Onlar hər zaman yaşayacaq. Onlardan da biri Arif Ağayev. Sağ olun, Allah sizin hamınızdan razı olsun. Çox sağ olun. İstəyirəm ki, bu məqamda Arif bəyin silahdaşı olan Nərman bəy, Nərman bəy çox üzr istəyirəm. Sıralamada ünvanınıza yanlışlıqla yol verildi. Və Nərman bəy xahiş edirəm buyurdu. Mənim üçün Arif bəyin həyatlı olmadığı onun anım mərasimində söz deyəcəyim hesabın uzunluğuna keçməzdi. Allah Arif bəyə rəhmət eləsin, məkanı cənnət olsun. O mənim üçün, dostları hamısı üçün kim idi Arif bəy? Arif bəy vətən üçün iki doğmaq idi, mərdəskər idi, oxumaz idi, zəngələr idi. Dostları üçün sədaqətli dostuydu. Ailəsi üçün yaxşı ailə başçısıydı, övladları üçün yaxşı ataydı. Mən bunu o yukarı söz sahibində demirəm ki, bunun hərdən təkləşir ki, mən bilirəm ki, bu günlər onun qızı çıxış elədi, övladlarını necə çox istəyirdi, fəxr edirdi və Arif bəyin tərbiyə verdiyi övlad ancaq belə ola bilər. Necə yanı vətənlərlər səsinə çıxış elədi. Atasının arzularını inşallah övladları nəvələr etmək, ürəyində qalan arzularını yerinə yetirərlər. Hərəs bəy tərifə bir eskluziv səyət elədi, bəzi hadisələrdən danışdı. İstəyirəm bu hadisələrin bir ikisinin üstündə dayanım. Mən Arif bəyi, Cəbrayıl bəyi, Zürət bəyi, Həsən bəyi, bu adını, Sərdarı, Musamı, adlarını hamısını tikə bilməyəcəm. Bunları həmişə ən səthi yerlərdə görmüşəm. Hesab edin ki, orduqdan o zaman vuruşan 50 nəfər qıldar var idi. İlqar Məluqan əfəndində. Sözsüz ki, müdafiə komitəsində, dövlət müdafiə komitəsində tikərlər var idi, onlar da var idi. Amma üstüqüdən olan bu dəstə operativ dəstədir. Harada bir təhlükəli yer var idisə, o adamlar oradaydı. Azad istihavasına götürmək lazım edirsə, oradaydılar. Soğuk müstəqiyini götürmək lazım edirsə, oradaydılar. Arif bəy Qorxat döyüşündə Səngərdən çıxan 3 əskərdən biri oldu sonunda. Bir də dəftəşir ki, mənə deyir ki, Şahmurad soruşdu, dedi Arif neçə gülləndi ona. Dedim 2. Dedi ki, məndə də 3'ü qaldı. Və Qələndər bəylə deyir, danışdıq, dedi ki, sursatımız tutarıbdır, oranı tərk etməliyik. Dedi, çıxın 10 saniyə sonra Səngər vuracaq. Dedi, biz çıxan 10 saniyə sonra top mərmisi düşdü Səngərə, biz o topun güyə qalır. O kitabda, kinolarda göstərdilər, topun lüləsindən vururlar, menirlər. Biz o hadisələri canlı görmüşük. Bir də əvvəli olanlar xatirələrində bölüşmüşük ki, mən topun lüləsindən vurmuşam, bizə gələn bir müharibəydə. Orada topladan qələmləri idi. Tədbirə dəvət eləmişdim, gələr bunu biz istəyir, ki, növbəti il dönümlərdə falan da gəlib çıxış edəcək. Ona görə, yəni demək istəyirəm ki, tarix bizim xətrimizdə həmişə mərd insan kimi, sona qədər qürurunu qoruyub saxlayan bir adam kimi qalacaqdır. O mənə demək, Əlfəz Əsri həkimlikdə veriləndən sonra
Ordubadda onun hadisələrdən danışırdı. Mən onun necə ləyələtdə adam olduğunu bilirdim. Deyirdi, mənim üstümə köşmüşür, burada bir adamlar iştirik edir, 5-6 adam fikirləşirdim, deyirdi, görürsən, məndən günah eləmişəm ki, mənə bu qədər əzəməliyyətlə düşər edirlər. Amma onun elədiyi ən böyük günah vətəni sevgisi idi. Və o yazdığı kitabı oxuduqca mən o dönəmlərə bir də qayıtdım. Yadıma onun Araz boyunda, mən nə bilim, Arazın buzluqlarında silah keçirdiyimiz anlar yadıma düşürdü. Tanrı onun ruhunu şəhid eləsin. Allah bizim dostlarımıza, belə deyil, yaşımızın bu saatında dost etkisi qismət eləməsin, amma talihin qisməti bir yaranan bir gün öləcəkdir, biz hamımız bu dünyanı tərk edib gedəcəyik. Bir də Allah ona rəhmət eləsin. Bu tədbiri təşkil edən Fərəş bəyə də, ondan sonra Xudafərin Mərasimi kollektivinə də biz bir neçə də burada tədbir keçirmişik. Yüksək səviyyədə bizə qarşılıqla yola satılan hamıya təşəkkür edirəm. Tanrı bizə ancaq dost tanışların, övladlarının, nəvələrinin, nəticələrinin bununda görüşməyə qismət eləsin. Arif bəyində və bu məclisdə iştirak edən bizim dostlarımızın da övladları, nəvələri, nəticələri onlarla fəxr edəcəklər. Çünki onlar bir tarix yazırlar. Bugün soyuq yüksəlliyi Zəngəzur silsiləsi üstündə duran bütün Coruz, Qapan, Qacaran, Meqri, Zəngilan bölgəsinə bu Bakıya nəzarət edilən ən strateji obyektiv. Epizodda deyil, çıxışımız birdən birisindən vəkildə görün oldu. Azim bəylə danışırdım, gəlməli edim, azizə gələ bilmədi. Deyir ki, Fəriş bəy, məndən qalıb deyir ki, siz düşün, gedirsiniz, Bənətdəki həbisdə oturacaqsınız. Ora nəzarət edin ki, onlar telefondan ora-bura xəbər verə bilməsinlər. Naxçıvandan deyir, müraciət gəldi, dedi ki, soğuqla danışırlar, komandirlə danışırlar, deyirlər, orada erməni, Azərbaycanlılar çıxmayıblar. Rusun dediği sözü olduğu için derim, deyir ki, если Azərbaycanlısı поднимутся, мы их перестреляем как собак. Yani ilk kimi güllələyəm. Adamın dediği sözlər bəd olur ki, bu adamlar 25 adam hansı təhlükə qarşısında olaraq çıxıb gedir. Bir daha sağ olun, Allah Arif bəyin olmuşlar eləsin. Bu mənada demək bizim gözəl müəllimimiz olan bizdən çox uzaqlarda yaşayan, Köprüs Cumhuriyyətində yaşayan Nazim bəy, Nazim Muradoğlu bizlə canlı bağlantıdadır və istəyirəm ki, Nazim bəy Arif bəy haqqında fikirlərini qularsın. Değerli Arif Bey, Mustafa'nın söylüyorsunuz. Onların meclisesinde Arif Bey'e ana toplantısında olsa bir kitap tanıtımda olsa ona göre Arif Bey'in biraz derslerini istedim diye kitap var. Arif Bey aslında 64 yaşında 60 yaşında yani 60 yaşında yani zidler falan edilir. Hatta şunu çok tespit çok tespit. Aslında Arif Bey'in önüne yine çok sızılmış bir beyefendiydi. Aynı satırın tuttuğu biraz o Anadolu'nun üstüne sektör beyefendisiyle Arif Bey'in anası fazla gözünün üzerine şişmiş bakımıydı. Bugün ölmüştü. Ayrıca anasının atası olan sektör beyde kendimizi önemli asıl kurduğu bir duymak var. Allah rahmet eylesin. Və bu bəylərdən biri də bizim görüşəmdə, mən deyərdim, fədakar vətəndaşlarımızdan, vətənpərvərlərimizdən biri olan Siyavuş bəydir, Siyavuş bəy Mustafayev. Çox mənim üçün də çox xoşdur ki, bugün onu mən gördüm və istəyirəm ki, öz bir sözlərini məclisin bölüşdürsün. Əziz dostlar, əziz köhnə silahdaşlarımız, əziz analarımız, bacılarımız. Bugün elə bir məclisə yığışmışıq ki, adam burada keçmiş haqqında danışa bilmir. Arif elə bir oğlan idi ki, onun haqqında keçmiş kimi heç danışmaq mümkün deyil. Ariflə biz hərəkatda tanış olmuşuq, Səngərdə tanış olmuşuq, sonra da polis ormanlarının sırasında
bərabər fəaliyyət göstərmişik. O vaxt o döyüşçülərimizi, döyüşən igidlərimizi qorumaq üçün biz polis sıralarına qəbul edirdik ki, həm silahları olsun, həm də elə o ruhla döyüşsünlər. Arif bəyin kitabında mən mündərizata baxdım və burada yazılıb ki, Arif Ağayevin Oğuzcularla kitab halında ilk görüşüdür. Çox təəssüf edirəm ki, həm də son görüşü olduğu, Allah o dünyasını versin. Arif bəyin Naxçıvan torpaqlarında Sədərəkdən tutmuş, Çotan, Kilitə qədər bütün sərhəd bölgələrində fəaliyyəti olub, döyüşü olub. Arif bəy bizim ən cəsarətli, ən qəhrəman döyüşçülərimizdən biri idi və Dağ kəndi olan balaca Üstüfü kəndindən elə bir qəhrəman oğulların çıxması, Arif bəy kimi, Cəbrayil bəy kimi, Həsən bəy kimi və burada adlarını çəkmədim, onlarla döyüşdünün doğrudan da balaca bir kənddə Fərəs bəyin rəhbərliyi altında yığışıb Naxçıvan kimi böyük bir ərazinin qorunmasında cəsarətlə kişi kimi iştirak etməyi doğrudan da fəxərət doğurur. Mən Arif bəyin ruhun qarşısında baş əyirəm və mən təəssüf edəməklə bərabər həm də qürur duyuram ki, belə bir bizim qəhrəman oğlumuz var idi, belə bir qardaşımız var idi, belə bir döyüş yoldaşımız, hərəkət yoldaşımız, milli mücadilədə çiyin-çiyinə mübarizə apardığımız bir dostumuz var idi. Çox təəssüf edirəm ona görə ki, belə bir gənc yaşlarında Arif bəyin elə də bir yaşıdır. Ömrünün ən çiçəklənən bir vaxtında Arif bəy itirdiyi bu həyatdır, bu talihdir, bu hamımız üçün belə bir şeylər bu var və olacaq. Mən Arif bəyin göz bəbəyi olan qızının burada çıxışına qulaq asdım və çox da təsirləndim və onu özümdə etiraz etdim ki, Arif bəyin ruhu belə bir bacımızın, balamızın ruhunda, onların övladların ruhunda yaşayıb və yaşayacaq. Çox şadam ki, belə bir övladları var, belə bir ailəsi var. Allah rəhmət eləsin deyirəm, Allah bağışlasın, Allah o dünyasını versin. Allah rəhmət eləsin. Sağ olun. Bugün bizim demək məclisimizdə Arif bəyin həm uşaqlıq, həm gənclik, həm yeniyetməlik, həm oturuşmuş bir kişilik gördü keçirdiyi dostları, yoldaşları var. Bunlardan biri də Etibar bəydir. Etibar bəy, xahiş edirəm, buyurun bura, öz birək sözlərinizi bizlərdən bölüşün. Sağ olun. Çox sağ olun. Mən də Arif müəllimin, bura Arif müəllim üçün təbrik edirəm, bir ailə dostu kimi. Bütün bu gəlin tərbiyə iştirakçılarını salamlayıram, Arif müəllimi Allahdan rəhmət diləyirəm və onun simasında bütün kəndimizdə rəhmətə getmiş hər kəsə rəhmət diləyirəm. Mən Arif müəllim haqqında bugün ani gündürsə biz Arif müəllimin anılarından danışmalıyıq. Arif müəllim bizim kənddə uşaqlığından danışsam, bizim kənd hamı bilir, bizim kənddə ermənilər biraz Azərbaycanlardan daha çox idi. O vaxt biz o uşaqlığı orada yaşayanda, yəni bu həqiqətində Arif müəllim o vaxt bizim uşaqlığımızın lideri idi. Nə vaxt bir problem olsa, nə vaxt bir məsələ olsa, çünki ermənilərlə bizim aramızda o vaxtda da bir məsələlər vardı. Mütləq Arif müəllimə biz müraciət edirdik və o həqiqətən də o vaxt bizim üçün çox önəmli bir insan idi, çox gözəl uşaq. Hətta o qədər ədalətli idi ki, bir dəfə o ermənilərdən birinin çox böyük haqsızlıq ki, biz onu döyməyə çalışırıq. O gəldi, o ermənini qorudu, o heç vaxt o duyğular mənim içimdən getməyəcək. Onu qorudu. Biz Arif müəllim üçün çox belə pis qıraqdan baxdıq ki, bu adam
bu erməni həqiqətən də Cansəfər o vaxt erməni müsəlman gətirdi. Bu niyə bunu qorudu? Sonradan bildi ki, Arif müəllim aparıb onu özü cəzalandırıb kənarda ki, yəni o qədər ədalətlidir ki, tək bir adamın o qədər uşağın onu döyülməsinə izin vermədi. Amma özü cəzalandırmışdı, o uşaq bizimlə bərabərdə o kəndə yaşayırdı. Sonradan Arif müəllim polis oldu. Yenə mən pəncərəmdən baxanda gördüm ki, Arif müəllim həqiqətən də bizim kəndə, yəni mənim pəncərəmdən baxılan o polis dünyasında ən gözəl polislərdən biri oldu. Yəni özüm üçün düşünürəm, bu insan necə həm yaxşı uşaqlıqda lider ola bilər, həm gözəl polis ola bilər. Sonradan Arif müəllim. Bir anı deyəcəm, o mənim içimdə həqiqətən çox duyğulu bir anıdır. Bir dəfə bizim kənddə bir toy vardı. Mən kənardan durmuşdum, Arif müəllim də mənim qarşımda durmuşdu. Bizim kənddə Vasif müəllim Arif müəllimə yanaşdı. Bu epizod mənim gözümün qabağında gedir. Arif müəllimə yanaşdı. Arif müəllimin qulağına nəsə dedi. Arif müəllim qalxdı ayağa. O qədər səmimiyyətlə onlar görüşdülər, öpüşdülər. Mənim üçün çox maraqlı oldu. Allahın ikisi də o vaxt müəllim işləyir. Burada nə baş verir? Yəni o qədər mənim üçün bir çox böyük bir duygusal orada görüşmə oldu. Mən yaxınlaşdım Arif müəllimə. Arif müəllim nə olub belə dedi ki, orada bizim kənddə bir uşaq vardı, o instituta gedir. Yəni insan nə qədər gözəl müəllim ola bilər ki, onun instituta girməyi, o müəllimlərin bir-birinə görüşməyi, öpüşməyi, yəni mən Arif müəllimdən başqa belə bir sevinç yaşayan, bütün müəllimlərin qarşısında başarır, amma o duygusal şeyi mən ancaq Arif müəllimə yaşadım. Sonra əskər oldu Arif müəllim, yenə bu insan ən böyük əskər, çox gözəl, milli pərvər, milli ruhlu bir insan. Bir dəfə yenə bir duyğularla danışacağım, çünki Arif müəllim haqqında tərif keçmiş, çünki bir şəkili yazıb, çəkib altında onun nə çəkdiyini yazmaq lazım deyil, şəkil bəllidirsə bəllidir, onu tərifləməyə o tərifləndir. Amma duygusal anıları danışmaq biraz daha məntiqlidir. Bizi Xorxatdan silahları yığdıq, hərən gücü çatan qədər silahı götürmüşük, gəlirik, soyuqdan gəlirik Xorxata. Orada Cəbrayıl bəydə burada iştirak edən uşaqlardan da çoxu vardı orada. Biz o vaxt texnologiya indi kimi inkişaf eləməmişdi. Yəni bu telefon filan belə şey WhatsAppda. O vaxt bizim elə bir haradasa gəlib Xorxata haradasa bir 10-12 saat elə bir piyada gəldikdən sonra Xorxata 300 metr qaldı. İndi biz soyuqda olanda bilirdik ki Xorxatı alıblar. Yəni onlar alıb biz köməyə gedik, silah daşıyıb sinimizdə. Amma tam olaraq bilmirik ki bu Xorxatı gəlib çatmış ora biz bu 12 saatin üstündə ola bilər ki Xorxatı geri də ala bilərlər, geri də verə bilərlər. Biz tam əmin deyilik ki Xorxat həqiqətən bizdədir, yoxsa ermənilərdədir. Cəbrayıl desəm yadına bir şey, oradan ermənilərin paltarları vardı, Aral yazmışdı üstündə. Bu Qrajdanski gedən uşaqların çoxu o paltarı sən demək çıxardıb, o emblemasını atıb, onu geyib onunla vuruşurdu. Yazmışlar Cəbrayıl. Demək o paltarlar, adamlar da bir iki tane görsənir orada, görsənir. Biz bilə bilmirik, ermənidir, yoxsa 300 metr qalmış var, müəllim dedi ki, biz gedək, yəni 2-3 nəfərdə götürdü, Cəbrayıl müəllim o içindəydi, Cəbrayıl bəydə. Gedək, girək onların içinə, baxaq, görək. Əgər ermənidirsə, çıxaq əl eləyək ya da nəsə göstərək ki, gəlmək. Əgər erməni deyilsə, yenə əl eləyək ki, gəlir. Görün, bu mənim qabağımda o qədər böyük bir fədakarlıq. Yəni insan, mən orada oturdum, düşündüm, dedim ki, bu insan deyir ki, mən gelim deyim ermənin içinə. Baxın, görün, mən bu ermənidirsə, çıxım deyim ki, gəlin erməni. Erməni gəlməyin. Ya da Azərbaycanlıdırsa, bizimkilərsə deyim gəlin. Yəni bu 1000 nəfərdən 3-ü çıxar, 5-i çıxar da, Arif müəllimi çıxar. Mən anı gün olsa sadəcə anılardan danışdım, valla Arif müəllimdən, Arifən həm də bir ailə dostuyam, uşaqlıqdan bir yerdə böyümüşük. Arif müəllimin ailəsinə, uşağına,
bütün kəndlərə, bütün Azərbaycana, bütün Orduda da Arif müəllimin adından baş sağlığı edirəm, həqiqətən Arif müəllim. Yəni, mən də duygulandım, çox sağ olun. Deyəm ki, sözü son olaraq onun bir növ ailə üzvlərindən biri, həm övladı kimi, həm də qardaşı olduğu kimi böyük hörmət bəslədiyi Səddam bəyə söz verirəm. Buyursun Səddam. Bura gələn hər kəs salamlayıram. Çox sağ olun ki, gəlmişsiniz, iştirak etmişsiniz. Həzrət Əleyhisselamın gözəl bir sözü var. Deyir, elə yaşayın ki, yaşadığınız müddətcə sizi çox sevsinlər, sizin yanınızdan uzaqlaşanda darıxsınlar, öləndə də arxanızda ağlasınlar. Mən burada çıxışlardan da, rayonda yaz mərasimindən də görüşdüyümüz, rəhmət verən insanların xatirələrindən də gördüyüm şeyi, əmin həqiqətən belə bir insan olub. Mən xatirələrdən danışsam, qəlbimdə bütünüyle onunla bağlı çox şey var. Burada ürəyimdə bir əmi daşıyıram, belə deyim sizə. Çox sağ olun, hər bizə təşəkkür ediyorum. Sağ olun, var olun. Və mən istəyirəm ki, oradan Hürrü müəllim nəsə demək istəyir. Hürrü müəllim, buyurun. Bir daha xahiş edirəm, kimin ürəyində hansı bir söz, hansı bir his varsa, görüşmək istəyirsənsə, şarə eləsin, buyura bilər. Biz o adı burada gedən şarla balik olmuş, yəni Arif'in anım günüdür. Amma mən Arif'in o soyuqdakı görüşlərinə, milli azadlıq hərəkatına, belə deyək, o yolundan danışmaq istəyən o, Arif mənim əqrə yoldaşım idi, bu bir tərəfdə. Arif hər şeyə layiq ola biləcək, mən söhbət edirəm, o yaxşı şeylərdən söhbət deyirəm. Ən yaxşı şeylərə layiq bir oğlan idi. Arif, burada oturanların, burada oturmayanların heç mən yadından çıxmayacaq, mən belə deyirəm. Və əminəm ki, bu belə olacaq. Arif unudulmayacaq. Arif məndən 10 il cənnət məktəbində çinciyini işləmişik. O əqidə daşır ki, tələbə biz 10 il çinciyini işləmişik. Bu çıxışların hamısında mən gördüm ki, Arif qardaşımız necə böyük mərtəbəyə layiq insanlardan biridir. Bakir'in bir ibrətamiz kəlamını deyirəm, onunla da onun ruhu haqqında, yəni Arif qardaşımın ruhuna bir qıssadır, Cümə surəsinə, deyirlər onun ruhunun şad olmasına, Allah təbii şeyləri qorusun.